Tamam uşaqlar. Deməli, test 29 birinci sual. Şəkildə təpələri çevre mərkəzində olan kongruent bərabər tərəfli üçbucaqlar verilmişdir. Üçbucaqların perimetrlər cəmi 252 santim olarsa bu çevrənin radiusu neçə santimetrdir? Deməli uşaqlar, bəzi uşaqların diqqətsizlik elədiyi bir şey deyim sizə. Biz burada neçə üçbucaq görürük uşaqlar? 1, 2, 3. Düzdür. Bəzən uşaqlar 252-ni 3-ə yox 6-ya bölür ki, axı bunlar da üçbucaqdır. Axı burada, baxın, bu tərəf üçüncü tərəf yoxdur. Deməli, o zaman nə edirik? Birinci gedirik 252 bölünsün 3. Çünki deyir ki, perimetrlər cəmi. Perimetrlər cəmi dediyinə görə biz bilirik ki, çevrənin radiusları bərabərdir. Görsünüz, zaten özü də bu şəkildə bildirir bərabər tərəfli üçbucaqlar olduğunu. 84. Deməli, bir üçbucağın perimetri 84-dür. Yəni, əgər bu üçbucağın perimetri 84-dürsə, tərəfi tapmaq üçün 84-ü 3-ə bölürük 28. Çevrənin radiusu neçə santimetrdir? 28. Desəydi, çevrənin diametri neçə santimetrdir? 56. Daha sonra ikinci testə baxaq. Diametrləri 27 və 35 olan iki çevrə verilib. Çevrənin radiusları cəmini tapın. Deməli, siz istəsəz bunu 2-yə bölüb 10-luq kəsirlə də eləyə bilərsiniz. Və birinci üsul. Diametrləri 27 və 35. 27 və 35-i toplayaraq diametrlər cəmi 62-dirsə, radiuslar cəmi 62 bölünsün 2, 31 olacaq. Yəni, düzgün cavab ikinci testimizdə B variantı. Və ya ikinci bir üsulla nə edə bilərsiniz? Uşaqlar, diametr 27-dirsə, radius 27-nin yarısı, yəni 13,5 cm. Digərində isə 35 santimdirsə 2-yə bölərik 17,5. Daha sonra isə 13,5 və 17,5-i toplasaq cavab olacaq 31. Hər iki üsulla cavabı tapa bilərdik. Dəqiqə uşaqlar, bunu dəyişim. Aha. Deməli, üçüncü, A və B mərkəzli iki çevrə verilib. Bir çevrənin radiusu digərinin radiusunun 7-də 2 hissəsi nə deməkdir? Uşaqlar, birinin radiusunu, məsələn, R1-i 2x götürə bilərsiniz. Digərininkini isə 7x. 7-də 2-ni, yəni bu şəkildə asan qeyd edə bilərik. Bunların da cəmi 36-dır. Tənliyə yazaq. 2x üstə gəl 7x bərabərdir 36. 9x bərabərdir 36x bərabərdir 4. Deməli, cavablarda 4 var. Və sevincək gedib 4 cavabı götürmürsünüz. Deməli, kiçik çevrənin radiusu 2 vur 4, yəni 8 santim. Böyük isə 7 vur 4, 28 santimetrdir. Düzdür. Bu bizdən kiçik çevrənin diametridir. Uşaqlar elə götürür, bəzən 8-i cavaba yazır. Uşaqlar, axı bizdən kiçik çevrənin diametrini istəyir. Əgər radius 8 santimdirsə, diametr 2 radiusla bərabərdir. 2 vur 8, 16. Üçüncü testimizin düzgün cavabı. Gəldik dördüncü testdə. Mərkəzləri A, B, C nöqtələrində olan 3 bərabər radiuslu çevrə bir-birinə xaricdən toxunur. ABC üçbucağın perimetri 72 santim olarsa bir çevrənin radiusunu tapın. Baxın uşaqlar, bax, buradan bura qədər bir radius. Bura ikinci radius. Düzdürmü? 2. Buradan bura 3, 4. Burada 5, 6. Deməli, bizə də axı özü deyir ki, bərabər radiusludur. Yəni, tutaq ki, bir radius x-dırsa, bunların hamısına biz x yaza bilərik. O zaman olacaq 6 vur x bərabərdir 72. 72 bölü 6, 12. Bir çevrənin radiusunu soruşur. Cavab olur 12 santim. Desəydi, bir çevrənin diametri cavab olardı 24 santim. Və çox xahiş edirəm, çevirmə vahidlərinə fikir verin. Santimetr, cavab da santimetr. Burada cavabı desimetr, millimetrlə də istəyə bilərdi. Ona görə variantı işarə eləməyə tələsməyin. Bunu sizdən artıq dərəcədə xahiş edirəm. Deyir, ABCD kvadratının daxilinə çevrə çəkilmişdir. Çəkək.
Bu bizim kvadratımız. Daxilinə çevrə çəkə bilməyəcəm. Gəlin birinci çevrəni çəkək. Birinci çevrəni çəkək. Sonra kvadratı. Bilmirəm nə dərəcədə səliqəli alındıra biləcəm. Deməli, uşaqlar, bu hazır qaydadır, yadınızda qalsın. Əgər kvadratın daxilinə çevrə çəkilibsə, bu çevrənin diametri kvadratın tərəfinə bərabərdir. Və buradan zaten şəkildən görünür. Baxın, bu diametr bu tərəfə bərabərdir. Biz də bilirik ki, kvadratın bütün tərəfləri bərabərdir. Düzdürmü? Kvadratın perimetri 64-dürsə, yəni tərəf A-dırsa, 4 vur A bərabərdir 64, A bərabərdir 16 metr. Düzdür? Bax, ərinmirəm, yazıram. Tərəf 16 metrdirsə, deməli, kvadratın daxilinə çəkilmə çevrənin diametri də tərəfə bərabərdir 16 metrdir. Gedib 16 götürmürəm. Yox, elə 16, çünki çevrənin diametrini istəyir. Hə, bu dəfə 16. Amma bizdən desəydik ki, çevrənin radiusu neçə metrdir, o zaman cavab olardı 8. Yəni, həmişə bu hissəni dəqiq oxuyun. Metr, diametr soruşur, metr soruşur. Yəni, son hissə, soruşulan hissəni hətta vərdiş halına gətirin, 3 dəfə oxuyun. Növbəti sual ABCD kvadratının daxilinə, yenə də həmən şəkil üzərində yenə baxaq. ABCD kvadratının daxilinə daha doğrusu ABCD kvadratının daxilinə çəkilmiş çevrə kvadratın bütün tərəflərinə toxunur. Yenə də perimetri veribdir. Eyni bu şəkildə davam edək. Yəni, əgər kvadratın perimetri 4 vur A 248 santimetr olarsa, 248-i bölürük 4-ə 62 santim, çevrənin diametri neçə santimetrdir? Diametr tərəfə bərabər olduğu üçün 62 santim. Yox, bizdən radius soruşsaydı, deyərdim cavab 31. Yəni B variantı. Daha sonra radiusu 39 santim olan çevrənin diametri neçə desimetrdir? Uşaqlar, cavablarda 39 vur 2, 78-i görüb sevinmirik. Çünki biz bilirik ki, diametr 2 radiusdur əla, 78 metrdir, metr. Bu bizdən desimetr. Uzunluq vahidi istəyir. Mən də bunları sizə dərsdə başa saldım. Rahat dedim, əgər kim qarışdırırsa bu sxemi yadında saxlasın. 1 metr neçə desimetrdir, neçə xət var? 1, yəni 78 vur 10 ya da 1 sıfır əlavə edin. Sizə necə rahat? 780, yəni C variantı. Diametri 24 santim olan çevrənin radiusu. Biz bilirik ki, radius diametrin yarısıdır. Düzdürmü? Əla. 24-ü böldüm 2-yə, 12. Amma böyük hərflərlə yazıram. Santimetr. Cavabı məndən millimetr istəyir. Yenidən qaydırıq sxemimizə. Santimetr və millimetr arasında bir xət var. Yəni 1 sıfır. Yəni 12 santim. 12 vur 10. 120 millimetrdir. Düzgün cavab 8-ci testimizdə D variantı. Baxın, 12-ci cavablarda yazıb. Görürsünüz, sizi çaşdırmaq üçün o cavab orada var. Daha sonra ABCD kvadratın daxilinə çəkilmiş çevrə kvadratın bütün tərəflərinə toxunur. Çevrənin radiusu 19 olarsa, kvadratın perimetri neçə millimetrdir? Deməli, nə dedik? Dedik ki, əgər kvadratın daxilinə çevrə çəkilibsə, bu kvadratın diametri bərabərdir kvadratın tərəfinə. Düzdürmü? Bunu da şəkillə göstərdik. İndi radius 19 santimetrdirsə, radius bərabərdir 19 santimetr. Deməli, diametr bərabərdir 2 vur radius, yəni 38 santimetr. Diametr 38 santimetrdirsə, deməli, kvadratın tərəfi də diametrə bərabər olduğu üçün 38 santimetrdir. Perimetr isə 4 vur A, yəni 4 vur 38. Bu da bizə verir 152 santimetr. Cavab B deyil. Niyə? Çünki cavabı bizdən millimetrlə istəyir. Uzunluq vahidlərini yenidən yadımıza salırıq. Kilometr, metr, desimetr, santimetr, millimetr. Deməli,
1 santimetr neçə millimetrdir? 10. Ona göre 152 santim olur 1520 millimetr. 9-cu testin düzgün cevabı. Və gəldik sonuncu 10-cu suala. ABCD kvadratının daxilinə çəkilmiş çevrə kvadratın bütün tərəflərini tutmur. Çevrənin diametri 32 santim olarsa, deməli tərəfi də neçə santimdir? 32. Niyə? Çünki dedik ki, diametr tərəfə bərabərdir. Bu da olur 32 santim. Kvadratın sahəsini soruşur uşaqlar. Sahə A vur A. Yəni 32 vur 32. Bu da bizə verir 1024 kvadrat santimetr. Düzgün cavabımız B variantı. Deməli, bəzi yoldaşlarımız nə etmişdi? Kvadratın sahəsi soruşur. 32-ni 4-ə vurub 128 yazan tənbəllərimiz də var idi. Diqqətli olun uşaqlar. Çox xahiş edirəm, diqqətli olun. Sualı həll etməyə başlamazdan əvvəl şərti bir neçə dəfə təkrar oxuyun. Uğurlar, növbəti testlərdə görüşərik.